Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Azərbaycanın Xarici İşlər Naziri Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış stratejik gündəlik sənədinə etiraz edib. Nazirliyin yaydığı bəyanatda vurğulanır ki, dekabrın 2-sində Brüsseldə imzalanan sənəddə yer alan müddəalar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə ziddir. Xarici İşlər Nazirliyi xüsusilə sənədin müxtəlif bölmələrində Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri ifadəsinin işlədilməsini və həmin şəxslərin qaçqın kimi təqdim olunmasını siyasi qərəz nümunəsi adlandırıb. Bəyanatda vurğulanır ki, Azərbaycanla Ermənistan arasında paraflanmış sazişin 7-ci maddəsi sərhəddə 3-cü tərəfin yerləşdirilməsini qadağan etdiyi halda Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətinin dayandırılması əvəzinə saxlanılması ciddi narahatlıq doğurur. Azərbaycan tərəfi Avropa İttifaqı və Ermənistandan zərərli müddəaların aradan qaldırılması üçün konkret addımlar atılmasını gözləyir. Bugün Bratislavada Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın baş naziri Robert Fico arasında görüş baş tutub. Danışıqlarda Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının son illərdə nümayiş etdirdiyi dinamik inkişaf yüksək qiymətləndirilib. Tərəflər işğaldan azad edilmiş ərazilərin bərpasında Slovakiya şirkətlərinin iştirakının xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Baş nazir Robert Fico Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin inkişafı istiqamətində əldə olunan nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı isə göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanın regional sülhün təmin olunması naminə ardıcıl və prinsipal səylərini davam etdirdiyini bildirib. Bakı-Sumqayıt Abşeron üzrə pensiyaların dekabrın 10-da ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da əvvəlki kimi təsdiqlənmiş qrafik üzrə həyata keçiriləcək. ABŞ prezidenti Donald Trump Rusiya lideri Vladimir Putinlə bağlı diqqət çəkən açıqlama verib. Trump bildirib ki, Putin Avropanın zəifləməsində maraqlıdır. Putin zəif Avropa görmək istəyir və hazırda buna nail olur. Məsələnin mənimlə heç bir əlaqəsi yoxdur. Mən əksinə güclü Avropa görmək istəyirəm, deyə ABŞ prezidenti vurğulayıb. Amerikalı jurnalistin hazırda danışıqlarda hansı ölkə daha üstün mövqeydədir sualını cavablandıran Trump, Rusiyanın prosesdə daha güclü və əlverişli mövqeyə sahib olduğunu bildirib. Dekabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında gün ərzində ayrı-ayrı yerlərdə aramsız və güclü yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq. Rayonlarda isə dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 2-7, gündüz 10-13 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.